Salam əziz izləyicilər, sizinlə bugün bir məktəbin və Bakı şəhər üzrə təhsil idarəsinin bir valideynin, bir övladın taleyi ilə necə oynadıqları barədə məlumat vermək istəyirəm. Bununla bağlı valideyn bizə şikayət edib, çox acizanə şəkildə şikayət edib, çətin durumda olduğunu bildirib. Baxmayaraq ki, deməli, ali məktəblərə qəbul prosesi başlayıb, məktəblər başlayıb, ancaq insanlar özlərinə gələ bilmirlər, valideynlər özlərinə gələ bilmirlər. Daha doğrusu valideyn, deməli, Kərimova Fərqanə bu xanım Bakı şəhər Yasamal rayonu 308 nömrəli məktəbdən və Bakı şəhər üzrə təhsil idarəsindən narazılığını bildirir. Məlumdur ki, Bakı şəhər Yasamal rayonunda 308 nömrəli məktəbin direktorunun səs yazısı yayılmışdı və o səs yazıları ictimailəşəndən sonra, təəssüf ki, ictimailəşəndən sonra onunla bağlı tədbir görülür və həmin Təranə Məmmədova 308 nömrəli məktəbin direktoru Təranə Məmmədova işdən uzaqlaşdırıldı. Deməli, söhbət nədir? Həmin səs yazısında pul yığılma, atsat qiymətlərinin yazılması, onun dəyişdirilməsi, yəni jurnalda olanla sistemdə olanın dəyişdirilməsi, yəni bununla bağlıdır. Hətta orada direktor dedi ki, bu mənim işimdir, mən idarəçiyəm, onların quluyam, nə deyirlər onu edirəm, pul almışam, yaxşı eləmişəm, dünən pullar gəldi, saat 4-ə qədər atstatlara təhvil verirəm. Bu kimi açıq-aşkar, yəni rüşvətlə bağlı iddialar var idi və məsələ nədən ibarətdir? Həmin valideyn, deməli, övladı şikayət edən valideyn həmin 308 nömrəli məktəbdə rüşvətin baş alıb getdiyi barədə Bakı şəhər üzrə təhsil idarəsinin rəhbərliyinə müraciət edib, hansı ki, deməli, o problem sosial şəbəkələrdə səs yazısı yayılmışdı sentyabrın 18-də. Və 19-u da onunla bağlı qərar qəbul edildi Bakı şəhər üzrə təhsil idarəsi. Təəssüf ki, və vətəndaşların deməli müraciətləri vaxtında dinlənmədiyi üçün və ya ona məhəl qoyulmadığı üçün belə problemlər baş verir. Deməli, həmin valideyn Fərqanə xanım Kərimova vaxtında avqust ayının səhv etmirəmsə 15-i avqust ayının 15-i 20-si arası belə müraciət etməyə dəqiq deməli tarixi də göndərib gəlib Bakı şəhər təhsil idarəsinə dərdini danışır ki, deməli bu 9-cu sinifdə övladını hazırlığa qoymaq üçün 9-cu sinifdə buraxılış imtahanı olduğu üçün məktəbin direktoruna həmin bu Təranə Məmmədovaya 500 manat verib hazırlıq olsun. 10-11-i verə bilməyib. Deməli, məqam gəlib ki, artıq buraxılış imtahanı verilməlidir, 11-in buraxılışı və deməli, blok imtahanı, ali məktəbə qəbul imtahanı verilməlidir və bu deməli buraxılışı da verib, qəbul imtahanı da verib, bal toplayıb. Deməli, ixtisas seçimi gələndə bu ixtisas seçimi edə bilməyib. Araşdırıb, nədir, nə deyilir, sonra gedib deməli dövlət imtahan mərkəzinə. Ola deyir ki, problem bizdən qaynaqlanmır. Siz gedin, bəs atstatla bağlıda attstat qiymətləri attstata verilməyiblər, nəsə sistemə oturtmayıblar, belə bir problem deyiblər. Sonra gəlib gedin Bakı şəhər üzrə təhsil idarəsinə, gəlib Bakı şəhər üzrə təhsil idarəsinə. Təhsil idarəsinə söhbətin nə var, hamısını danışıb. 9-cu sinifdə oğlunun hazırlığa getməsi üçün əlavə 500 manat direktora verdiyin, ondan bəri bunun üçün yaratdığı problemlər və yaxud ona kimi də Bakı şəhər üzrə təhsil idarəsində gedənə kimi də hələ məktəbə gedibmiş ki, bu atstatla maraqlamağa, məktəb qiymətlərlə maraqlamağa, atstatla maraqlamağa, məktəbin müəllimi gedib direktora deyib, bu eşidişlə. Direktor deyir ki, filan kəs gəlib və filan kəsin valideyni onun qiymətləri, atstatı, o direktor da oradan deyib ki, yəni valideyni deyəsən, direktor oradan deyib ki, o məni görməyib, nə atstat, nə qiymət olmalıdır. Və bütün bu məsələlərin hamısını, o rüşvəti, 500 manat verdiyi rüşvəti, bax bu direktorun dediyi sözləri hamısını Bakı şəhər üzrə təhsil idarəsində deyib. Orada bunun izahatını alıblar və deyiblər ki, Bakı şəhər üzrə təhsil idarəsi deyib ki, rəsmi müraciət edin. Bu da gedib rəsmi müraciət edib və olanın hamısını yazıb. Deməli, təəssüflər olsun ki, Bakı şəhər üzrə təhsil idarəsinin rəhbərliyi vəzifəsini icra edən Nərminə Hüseynovanın adından
yəni Bakı şəhər idarənin rəhbəri, onun adından həmin xanımın müraciətinə rəsmi cavab verilib və o cavab da buradadır. Buradan yaxşı olması görünməyər. Bunu bizə də göndəriblər. Həmin rəsmi məlumatı 26-8-ci ay. 26-8-ci ay 2025-ci ildə Bakı şəhər üzrə təhsil idarəsinin rəhbəri həmin qadına yəni problemlə bağlı cavab verib və qeyd edir ki, sizin Bakı şəhəri 308 nömrəli tam orta məktəb barədə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə Bakı şəhər üzrə təhsil idarəsində baxılmışdır. Bildirir ki, araşdırılan məsələlərlə bağlı Bakı şəhəri 308 nömrəli tam orta məktəbin rəhbər və müəllimlərinin fəaliyyətində qanun pozuntusu halı müəyyən edilməmişdir. Məlumat üçün qeyd edilir ki, vətəndaş müraciətlərinin daha operativ cavablandırılması məqsədilə Portal Edu.az platformasında vətəndaş müraciətləri xidməti istifadəyə verilmişdir. Növbəti müraciətlərinizi portalda qeydiyyatdan keçirərək şəxsi kabinet vasitəsilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə habelə tabe qurumlara elektron qaydada göndərməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı şəhər üzrə təhsil idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova. Bunun adından deməli həmin valideynə cavab göndərilir. Heç bir problem yoxdur məktəbdə. Hər şey qaydasındadır, qanun pozuntusu. Halbuki həmin valideyn vaxtında elan edib, vaxtında orada baş verən problemləri deyib və sonra nə baş verib? Deməli, bu məsələ 26 avqusta cavab verilib. Bu məsələ yayılandan sonra sosial şəbəkələrdə sentyabrın 18-i, ictimailəşəndən sonra 19-u Bakı şəhər üzrə təhsil idarəsi 18-i mətbuata açıqlama verildi ki, bu məsələ araşdırılır və 19-u dərhal da deməli həmin günün bir gün səhər təsəvvür edin ki, yəni bu nədən xəbər verir? Araşdırma azı 10-15 gün getməlidir, 10 gün getməlidir. Əgər doğrudan araşdırma aparılırsa. Səhərsi də 19-u da məlumat yayıldı ki, Bakı şəhər üzrə təhsil idarəsi məlumat yayıldı ki, həmin deməli araşdırma nəticəsində məktəbin direktoru Tərənə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Necə olur ki, sən bir gün üstündən keçməmiş dərhal azad edin? Deməli, problemdən xəbərin var. Əgər problemdən xəbərin varsa, niyə cəmaatın, niyə insanların deməli müraciətlərdən laqeyd yanaşırsan? Odur ki, əsas üzümü tutan mən Elm və Təhsil Nazirliyinə, Elm və Təhsil Naziri Emin Əmrullayev təyin edib həmin bu Nərminə Hüseynova. Vətəndaşların əsas problemi nədir? Vaxtında dövlət qurumundan adekvat cavab almaması. Həmin valideyni gecikdirdilər və valideynin övladı deməli ixtisas seçimi edə bilmədi. Beləliklə o bir ildə gecikməli oldu. İndi gəlin razılaşaq ki, heç bir valideyn istəməz ki, övladları ali məktəbə qəbulda bir il nəyinsə ucbatından geciksin. Biz hansı ki həmin ili məzun ili deməli məktəbə daxil ola bilməyən nəyinsə xırda problemlərə görə bəzi məzunların nələr etdiyini, nələr törətdiyini biz şahidi oluruq. Bəs insanları siz niyə o vəziyyətdə salırsınız ki, bu insanlar geçsin nəsə özündə bir pis şeylər eləsin? Odur ki, həmin valideyn deməli çox acizanə şəkildə müraciət edir və olduqca deyir hələ baxmayaraq ki, ali məktəbə qəbul gedib, məktəblər başlayıb və insanlar özlərinə gələ bilmirlər. Xüsusən deyir, mənim övladım psixoloji travma yaşayıb və ailə çox pis vəziyyətdədir. Onların deməli Bakı şəhər üzrə təhsil idarəsinin rəhbərinin deməli bu hərəkətinə, bizə müraciətimizə laqeyd yanaşmasına adekvat cavab verilməsini istəyir müvafiq qurumlardan, bu idarənin fəaliyyətinin araşdırılmasını istəyir. Mən üzümü tuturam buradan Elm və Təhsil Nazirliyinə. Bir halda ki, Elm və Təhsil Nazirliyi deyir ki, biz şəffaflıq, fəaliyyətimizdə şəffaflıq təyin edir. Bir də faktlarla, yəni biz hüquq mühafizə orqanı deməli qurumu deyilik. Biz araşdırma olsun, müraciət olsun faktla. Biz də fakt göstəririk, həmin valideyni də göndərdiyirik, fakt göstəririk. Siz soruşun görək, Elm və Təhsil Naziri, Bakı şəhər üzrə təhsil idarəsinin rəhbərinə soruşun görün, valideynin nəyə görə deməli müraciətinə vaxtında adekvat cavab verilməyib, düzgün cavab verilməyib və sonra
bu məsələ ictimailəşəndən sonra həmin direktoru işdən çıxartdınız. Odur ki, valideyn də biz də gözləyirik ki, təsəvvür edin, bütün hər yerdən deməli valideynin, insanların əli üzülür, sonra tutulur mətbuata, üzlərini tuturlar mətbuata, mətbuatdan deməli kömək istəyirlər. Biz də Elm və Təhsil Nazirliyinə müraciət edirik buradan və bu məsələnin araşdırılmasını, nəyə görə insanların deməli taleyini oynayıb. İndi biz kimsə deyə bilər ki, adam məktəbə getməyib, qayıb yazılır və s. İndi həmin uşağa eksternat imtahan təyin edilir, o da vaxtı bilinmirik. Kimsə deyə bilər ki, məktəbə gedir. İndi biz 9-dan sonra, 9-a daxil olmaqla biz bilirik ki, məktəbdə vəziyyət nə yerdədir. Bunu bilməyən Azərbaycanda nə şagird, nə də ki, böyük insan, heç kim yoxdur. Hamı bilir ki, vəziyyət nə yerdədir, 9-dan sonra məktəbə gələn yoxdur. 500 nəfər adam qalır, kimsə hesabını verməyən, o da ona dərs keçən yoxdur. Gedirlər, düz gedib, düz də qayıdırlar. Müəllim də maraqlı deyil 4-5 nəfərə uşağa dərs keçmək. Odur ki, bu Elm və Təhsil Naziri və müvafiq qurumlar bu barədə araşdırma apardı. Bu idarənin rəhbərliyi haqqında müvafiq tədbir görülməlidir. Yəni valideyn əsas tələbi budur.